ATƏT-in Minsk qrupu 2025-ci il dekabrın 1-də fəaliyyətini rəsmi olaraq dayandırdı. Qeyd edək ki, 10 illiklər boyu heç bir işə yaramayan, münaqişənin həllinə deyil, dondurulmuş vəziyyətə uzanmasına xidmət etmiş Minsk qrupunun ləğvi rəsmi Bakının sülh müqaviləsini imzalamaq üçün Ermənistanın qarşısına qoyduğu tələblərdən biri idi. 8 avqust 2025-ci il tarixində ABŞ prezidentinin şahidliyi ilə Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında imzalanan birgə bəyannamədə Minsk qrupunun ləğv edilməsinə dair iki ölkənin ATƏT-in baş katibinə birgə müraciət edəcəyi təsdiqlənmişdi. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin, ATƏT-in Minsk konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və yüksək səviyyəli planlaşdırma qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Söz gedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılmışdı. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib. ATƏT-in Minsk qrupunun bağlanması sülh prosesinin dəstəklənməsi istiqamətində mühüm addımdır. Bu, faktiki olaraq həm Azərbaycanın mühüm tələblərindən birinin yerinə yetirilməsi, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu simvolunun aradan qalxması deməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edən 5 əsas prinsip 2022-ci ildə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü. Minsk qrupunun ləğvi göstərir ki, həm bu 5 prinsip, həm də Azərbaycanın Ermənistan qarşısında qoyduğu digər tələblər qəbul olunur və artıq həyata keçməkdədir. Bu, həmçinin 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Artıq münaqişə dövrü keçmişdə qalıb. 5 il ərzində tərəflərin heç bir vasitəçi olmadan reallaşdırdıqları görüşlərdə daha ciddi müzakirələr aparmaq və nəticəyə gəlmə iqtidarında olduqları sübut olundu. Son illər iki ölkənin liderləri qatıldıqları əksər müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlir və konkret müzakirələr aparırlar. Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir. Azərbaycanla etibarlı əməkdaşlıq regionda təhlükəsizliyə, sabitliyə və rifaha xidmət edə bilər. Ermənistan revanşist qüvvələrin fəaliyyətinə imkan verməməli, sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməli, sülhə daha çox cəhd edən tərəf olmalıdır.